Aydıq təkrarda çox möhtəşəm bir dənə sual gördüm. Təkrarda elastiklik qüvvəsinin ətraflı suallarında. Deməli, bizə belə bir malum müstəvi verib. Deyir ki, hündürlüyü 0,8 metr, meyl bucağı 30 dərəcə. Cisim nə qədər vaxtda sürüşər, sürtünməni nəzərə almayan qalan hamısını verib. Deyir ki, düsturlarda ya, düsturları yazmasaq ya tam bala verməz. Çəkirik dostlar, hamısını verib, nə verib yazılır? H018, alfa 30 və 00, J10, sinus 30, 2'də 1, T'ni soruşur. İndi baxın, biz buradan necə taparıq? Bir bilirik ki, malum müstəvidə cismi aşağı salmağa çalışan qüvvə F bərabərdir, MC sinus alfa deyil. Bir də F'in MA deyə düsturun veririk. Əgər biz bərabərləşirsək, M'lər islah onlar qalar A bərabərdir, J sinus alfa deyil. A bərabərdir, J sinus alfadan J'ni biz bilirik, 10, sinus alfanı da bilirik, 2'də 1. 10 vurdu 2'də 1, 5 tapırıq. Qəşəng. Bunu tabandan sonra bir də bilirik ki, sinus alfa nəyə bərabərdir? Qarşıdakı katet bölünsün hipotenuza. Burada hipotenuz budur, L'dir, bunun uzunluğudur. Sinus alfa qarşıdakı katet bölünsün hipotenuz deyil. Yəni sinus alfa bərabərdir H bölünsün L. Buradan L'yi tapsam əgər birbaşa H bölü sinus alfaya bərabər olar. H 0,8'dir, sinus alfa da 0,5'dir. Yəni məsələdə var hamısı 0,8'dir. 0,5'ə böldüm, buranı tapdım 1,6. Və yaxud da ki, 30 dərəcəyə qarşısında duran katet hipotenuzun yarısıdır. Bunu da bildirik, deyil. Katet 0,8'dir, hipotenuzda 1,6 olmalıdır ki, yarısı olsun. Demək, L'yi də tapdıq. Demək, yolumuz bəllidir. Elə bir biz bunu malum müstəvi kimi baxmayın, çevirək telefonu belənçinə, elə bir üfüqi hərəkət kimi baxaq. Yol bəllidir, bizə yol verib ki 1,6 və 0,0 olmağını da burada verib. Məsələdə deməsə də əgər burada verib. Ona görə də biz yol nəsə bərabər təcrid hərəkət düsturu yazıq. L bərabərdir, S bərabərdir və 0T üstə AT kvadratı bölü 2. Burada V0,0 deyə V0T gedir, qalır AT kvadratı bölü 2. Ondan sonra deməli, A-nı biz bayaq tapdıq ki 5'dir, A-nın yerinə 5'i qoydum, T kvadratı bölü 2. Buradan 5T kvadratı 3,2'ye bərabər olur, T kvadratı 3,2 bölü 5 olur. Hər tərəfi 20'ye vururam, burada 100 olur, burada 64 qalır. Kökdən də 64'dən 8, 100'dən 10 çıxır. 8 bölü sonra 0,8 saniyə. Deməli, bu cisim 0,8 saniyədən sonra aşağı düşər.